Yayın gəlişi ilə Naxçıvan Muxtar Respublikasının bir çox ərazilərində bitən pərpətöyün həm təbii qida, həm də xalq təbabətində istifadə olunan faydalı bitkilərdəndir. El arasında bu bitkiyə pərpərən də deyilir. Belə ki, pərpətöyünün tarixi 4000 il bundan əvvələ gedib çıxır. Avropaya 19-cu əsrdə gətirilən bu bitkinin vətəni Hindistan və Braziliya hesab edilir. Qədim Yunanıstanda isə daha çox dərman bitkisi kimi tanınırdı. Bu fakta Hipokratın əsərlərində də rast gəlmək olar. Həmçinin pərpətöyünlə yoxsulluq problemlərini və müxtəlif yaraları aradan qaldırmaq olur. Pərpətöyünün tərkibi A, B1, K, üzvü turşular, glukoza, saxaroza, kalium, kalsium duzu, maqnezium, manqan və digər maddələrlə zəngindir. Müasir tipdə pərpətöyündən qaraciyər xəstəliklərinin müalicəsində, ödlə bağlı qusmaların qarşısının alınmasında istifadə olunur. Toxumları da dərman vasitəsi kimi faydalıdır. Bu bitkinin müntəzəm istifadəsi immun sisteminin güclənməsinə, ürək-damar sağlamlığının qorunmasına və orqanizmin vitamin ehtiyacının ödənilməsinə kömək edir. Naxçıvan Muxtar Respublikasının bir çox ərazilərində, hətta həyətyanı sahələrdə də bu bitkiyə rast gəlmək mümkündür. Bazarlarda bu mövsümdə insanlar tərəfindən bu bitkiyə tələbat artıb. Yayın gəlişi ilə əlaqədar olaraq bazarlarda pərpətöyün, el dili ilə desək, pərpərən bitkisi öz yerini alıbdır. Bu bitkinin tərkibində vitaminlər vardır ki, həmçinin bundan milli mətbəximizdə 3 çeşiddə yemək hazırlanır. Pərpəyan tələbatını millət alır, 4'ü 1 manat, 5'i 1 manata verir uyğun qiymətə. Pərpəyan da Naxçıvan şəhərinin Kürtəpə kəndindən gəlir, onu da araz gətirir, pərpəyan. Hər sözün gətirir yanına, satılır. Mövsümü qısa olduğundan insanlar pərpətöyündən maksimum faydalanmağa çalışırlar. Mətbəximizdə bu bitkidən müxtəlif çeşiddə yeməklər hazırlanır. Pərpərənin faydalarından danışdıq. Hal-hazırda yanımızda Zeynəddin kənd sakini İradə xanım var. Pərpərəndən neçə cür çeşid yemək hazırlanmasından danışacağıq. Xoş gördük İradə xanım. Xoş gördük. Nə hazırlayırsınız, necə hazırlanır? Bu gün pərpərənin qatıqla hazırlanmasını eləmək istəyirik. Pərpərəndən neçə cür yeməklər hazırlanır. Onun qovurması da olur, qovrulmuşunu da yeyirlər, turşusunu da qoyuruq, bankasını qoyuruq. Bir də qatıqla qatırıq, qatıqla sarımsaq, xiyar belə qatırıq. Bu gün onu hazırlayırıq. Pərpərən doğranıb qurtardı. Doğranıb qurtardıqdan sonra necə hazırlayırıq? Pərpərəni doğrayıb, yuyub, təmiz doğrayandan sonra bunu pörtlədirik. Pörtlədəndən sonra yarısını ayırırıq, qatıqlama eləyirik, yarısını da qovururuq. Zövqə görə qatıqlama necə hazırlanır Naxçıvan tərəfdə? Qatıqlama əslində şüyüd vururlar, pirpencər vururlar, xiyar vururlar, sarımsaq istəyən vurur. Yəni zövqə görə hazırlanır. Pərpərən bişdikdən sonra bunu süzürük, suyunu süzürük. Süzüləndən sonra içinə hər kəs zövqünə görə xiyar vurur, sarımsaq, pencər. Kim necə istəsə elə eləyir. İndi bunun birazını biz qatıqlama eləyəcəyik, birazını da qovuracağıq. Təbiətin bizə bəxş etdiyi hər nemət kimi pərpətöyündən düzgün istifadə olunduqda sağlam həyat tərzinin mühüm tərkib hissəsinə çevrilir. Onun qorunması və səmərəli istifadəsi isə həm milli mətbəximizin, həm də təbii sərvətlərimizin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır.